أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, ətir yani güzel koku insanlara ne kadar hoşdursa, bilək ki, bu eyni zamanda Allah'ın yarattığı mələklərin belə xoşladığı bir vasitədir. Nəyim ki mələklər, hətta aləmlərin Rabbi Allah'ın özü ətri sevir və öz cənnətində fərqli ətirlər xəlq etmişdi. Elə ətirlər ki, daha məlumdur ki, haqqında danışmağa nə elmimiz var, nə bu haqda bir duyğumuz var, heç bir məlumatımız yoxdur. Məlumat budur. İnanılmaz gözəl ətirlər vardır. Necə ki, Qur'an-ı Kərimdə Mutaffifin surəsi 26-cı ayədə Allah Subhanahu taala belə buyurur. Əuzu billahi mineşşeytanirracim. Xitamuhu misk ve fi zalika felyetenafisil mutenafisun. Oranın mührü yani ki orada içkiler olacak ki ağzı mühürlüdür. Mühürlü yani qapaq bağlıdır da. Yani onu ya siftə sən açacaqsan. Və yaxud da ki orada qapılardır, mühürlənmişdir. Sən açacaqsan. Allah oranın hətta möhürlərindən elə qoxu gələcək ki, o qoxu o qədər gözəldir ki, Allah bizə belə deyir, qoy biri ilə mübarizə aparanlar, onun üçün mübarizə aparsın. Yəni dünya üçün yox, ev tikməkdə mübarizə aparmayın, maşın almaqda mübarizə aparmayın biri-birisinə, mən ondan yaxşısını sürməliyəm. Mübarizə aparın, o ətirlərə sahib çıxın. Möhrü belə misk ətri verəcək. Möhrü belə misk ətri verəcək. Və elə gözəl qoxu ki, və Allah daha demir nəyə bənzər. Deyir, çalışan bunun üçün çalışsın. Mübarizə aparan bunun üçün mübarizə aparsın. İnsan surəsi 17-ci ayədə isə belə buyurur. وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِيلًا. Orada onlara, yəni cənnət sakinlərinə, kasələrdə içkilər gətiriləcək. Onların içəcəyi o içki zəncəbil qoxusu verəcək, zəncəbil dadı qoxusu verəcək. Bunlar hamısı cənnətdə məlum olan qoxulardır. Yəni bunu müqayisə edəcəyimiz bir şey yoxdur. Burası var ki, əgər müqayisə edə bilmiriksə, bəs bunun nə qədər yaxşı olduğunu bilirik, deməli Allah bunu bizdən gizlədir və bizə deyir, yəni bu inanılmaz bir zövqdür. Və bunun üçün mübarizə aparın, onu əldə edin. Təsəvvür edirsən, sən içki, əlindəki içki zəncəbil dadı verir. Zəncəbil qoxusu verir. Nədir zəncəbil qoxusu? Onu orada gördükdə, bugün istehza edənlər, bugün onu ayələrin yerini dəyişib də özlərindən dünyada fərqli zövqlər düzəldənlər, dünya 5 günlükdür deyib, ye iç keyf elə, nə bilim şərablarına qəribə iyilər qatırlar, güya ki nəyəsə bənzədirlər, qoy onlar əylənmələrində olsun. Sən o içkiyə hazırlaş ki, Allah onu öz müqəddəs kitabında tərif etmişdir. Onlara kasələrdə elə içkilər veriləcək ki, zəncəbil dadı verir. Sonra kafur da bir qoxudur. Kafur qoxusu. Və İnsan surəsi 5-ci ayədə belə buyurur Rəbbimiz. İnnel abrara yeşrabun min ka'sin kana mizacuha kafura.
Gözəl insanlara, təmiz insanlara əbrar, yəni ki, oradan təmizlənib cənnətə girənlər. Onlara kasələrdə kafur dadı verən içkilər gətiriləcəkdir. Bax, bunlar hamı biri-birindən fərqlidir. Biri-birindən fərqli. Hələ Ər-Rəhman surəsi 13-cü ayədə buyurur ki, وَالْحَبُّ ذُو الْعَصْفِ وَالرَّيْحَانِ Orada saçaqlı güllər və biri-birindən gözəl qoxulu çiçəklər vardır. Yəni, çiçəklərin belə biri-birindən gözəl qoxuları. Deməli, Rabbimiz Allah öz kitabında qoxuları tərif edir. Niyə? Çünki qoxu elə bir vasitədir ki, insandan asılı olmayaraq, insan psixologiyasına çox müsbət təsir göstərir. İnsan emosiyasını qaldırır, insan bədəninə ehtiras verir, insanda özünə güvəni qaldırır, psixoloji güc verir və insana rahatlıq verir. Yəni, həqiqətən də bu qoxu insan psixologiyası üçün nədirsə, o insan anatomiyasını dəyişir. Bir anda dəyişir, ha. Bir qoxu anında qəflətən başqa birisinə qarşı hətta münasibəti belə dəyişir. Çünki bəzi qoxular vardır, insanın kimliyinə qədər təyin edir. Yəni, bunun zövqünün belə nə olduğunu anladır. Ona görə də qoxular münasibətlər üçün çox gözəl vasitədir. Ona görə də Allahın Rəsulu sallallahu aleyhi və səlləm ümmətə bunu tövsiyə etmişdir. Məscidlərə gələndə sarımsaq, soğan yeyib gəlməyin. Yemisinizsə gəlməyin məscidə. Niyə? Çünki məscid ibadət yeridir. Sən ora getdikdə, səndən mənfi gəldikdə, o səndən asılı olmayaraq əks tərəfə mənfi enerji ötürürsən. Yəni, onun əhvalını dəyişirsən, onun zövqünü dəyişirsən. Onun ola bilsin ki, dua təsirini aşağı salırsan. Halbuki gözəl qoxu olanda, sən evində gözəl ətir vurub, məscidə, ictimai yerlərə gedəndə səndən müsbət enerji alır və sənə qarşı baxarsan ki, o insanın üzündə təbəssüm yarandı və gülərək səndən soruşur. Maşallah, nə gözəl ətirdir bu. Yəni, anında sevgi oyadırsan. Ona görə bu ətir xırda bir şey deyil. Yəni, üstündən keçiləsi bir mövzu deyil. Çox ciddidir. Çünki təsir edir, yaxşı münasibət yaradır və insanlara yaxşı təsir edir. Və bunu da unutmayaq. Bildiyimiz məxluqlar içində yaxşı nə varsa, gözəl nə varsa, onların hamı ətri sevir. Mələklər, gözəl insanlar, səviyyəli insanlar, hətta heyvanların içində, həşəratların içində xeyirli olanları, ətri, qoxunu, gözəl qoxunu sevir. Amma məxluqatların çirkini, misal üçün iblis, ətirdən qaçır. Ətirdən qaçır. Rasulullah sallallahu aleyhi və səlləm demişdi, şeytanın ən çox acığı gəldiyi ətir miskdir. Misk ətri. Misk bugün bildiyimiz bəzi insanlar vururlar özlərinə, çox tünd qoxudur. O misk deyil, ha. Əslində misk cənnət qoxusuna deyirlər. Yəni misk çox gözəldir. Misk o qədər qiymətli qoxudur ki, Kəbə daşını onunla ətirləyirlər. Kəbə daşını. Qramı, bilmirəm, 10 neçə min dolaradır. Yəni qramı o qədər bahalı ətirdir. Misk odur. Bəziləri qara rəngli ətir satırlar, misk yazırlar. Onu vururlar, onu vuranda nəyim ki, şeytan nə var qaçır. Yəni ki, çox tündür. Yəni bu qədər də insanları incitmək lazım deyil. İnsanlara xoş təsir edəcək ətirlərdən istifadə etmək lazımdır. Deməli,
məxluqların da çirkin olanları pis qoxunu sevər. Bax, bildiyimiz iblis pis qoxunu sevər. İnsanların içində qaba, kobud xasiyyətli insanlar pis qoxunu sevir. Tər qoxusunu, belə, yəni ətir misal üçün acığı gəlir və hətta bəziləri ətir vurmağı elə zənn edir ki, yəni yaxşı, yəni yaxşı kişi ətir vurmaz, ətir qadınsındır. Əksidir, bu əksidir, ətir qadınsın deyil. Qadınsın başqa bir şeydir. Yəni ona toxunacaq. Yəni əslində bu insanlar üçün, kişilər üçün də ətir. Ətri, kişinin ətri yayılmalıdır ətrafa. Kişidən yaxşı qoxu gəlməlidir. Bunlar elə düşünüblər ki, kişidən tər qoxusu gələr. Kişidən misal üçün işlədiyi bir əşyaların, işlədiyi bir materialların iyi gəlməlidir. Yox, bu yanlış fikirdir. Hətta belə olanlara Rasulullah sallallahu aleyhi və səlləm tövsiyə etmişdir ki, bir qardaşından, bir qıraqdan ətir al, vur özünə, gir məscidə. Yəni məsciddə gözəl qoxu yay. İctimai yerlər, indi burada biz məsciddən danışdıq, hökmən deyildir məscid. Olsun metro, olsun lift, olsun avtobus. Yəni ictimai yerlərə girirsənsə, ora insanlara gözəl qoxu verməlisən. Gözəl qoxu, yayılacaq qoxu kişilər üçündür, dəyərli insanlar. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Bir gün səhabələrdən soruşur. Kişi ətri nədir, qadın ətri nədir? Səhabələr dedilər, Allah və Resulü daha yaxşısını bilər. O dedi, kişi ətrinin qoxusu olur, rəngi olmaz. Qadın ətrinin rəngi olar, qoxusu olmaz. Bəli, bu tam bizim düşündüyümüzün paradoksudur, əksidir. Biz tamamilə başqa cür, biz deyəndə, yəni bugünkü mədəniyyət tamamilə başqa cür düşünür. Yəni qadından gözəl ətir gəlməlidir. Özü də ki, şeytan elə bir hiylə qurub ki, qadınlar ən yaxşı ətri satan kişilərdən soruşur. Və deyir, siz bilərsiniz, yəni siz kişilərin hansı ətir xoşuna gəlir, mənə ondan ver. Bu, əlbəttə ki, bunu edən qadın, əstəğfirullah, yəni pis düşüncəli qadın deyil. Amma onun xəbəri yoxdur. O Allahı və onun Rasulunu və möminləri qəzəbləndirir bu addımıyla. Sən niyə başqalarına yaxşı qoxu düşünməlisən? Və yaxud da ki, ətir aldığın yerdə niyə bu qədər isti söhbət etməlisən ətir satanla? Yəni bu təhlükədir. Yəni ətir gözəldir və qadın üçün də gözəldir. Amma əgər qadın çölə çıxacaqsa, bugün bildiyimiz Rexona tipli, yəni yağlar ki vardır, jele kimlər, qadın bədəninə vurur, qadının bədəninin qoxusunu boğur. Yəni, təbiidir, qadın da insandır, eyni kişidə olduğu kimi, qadının da bədəninin iyi gələ bilər kişi kimi. Yəni, onun qoxusunu boğsun deyə, qadın yalnız bu cür Rexona kimi vasitələrdən istifadə etməlidir. Nəyim ki, qadının ətri ətrafın getdikcə, ətraf onun qoxusundan zövq alsın. Bu, o qədər qorxuncdur ki, bunun günahı bərabər olmuşdu zinanın günahına. Yəni, eyni bərabər günaha sahib olurlar. O qədər qorxuncdur bunu etmək. Yəni, bu doğru deyildir. Bu, qadınların bu şəkildə ətirlənməsi doğru deyildir. Ola bilsin, qadınlar qadın məclisinə, misal üçün öz həyat yoldaşının maşınında getdi, birbaşa qadın məclisinə girir. Qadınların içindədirlərsə bu olar. Amma o qadın çölə çıxdıqda onun qoxusu, yəni yad bir kişi onun qoxusunu alacaqsa, o zaman Allah qorusun, bu yaxşı hal deyil, əsla yaxşı hal deyil. Heç bu əslində kişi üçün də yaxşı deyil, Yəni kişidən yaxşı qoxu kişilər üçündür. Əgər bir kişi niyyətində belə düşünərsə ki, yaxşı qoxu vurum, qadınlar bunu xoşlasın, yəni yad qadınlar. Ola bilsin, desin anamın xoşuna gəlsin, yoldaşımın xoşuna gəlsin, qızımın xoşuna gəlsin, bu heç. Yəni bunun məhrəmləri üçün problem yoxdur. Çünki burada
yanlış duyğu olmur. Yanlış duyğu naməhrəmlərdədir. Yəni əgər bir kişi hətta belə düşünərsə ki, mənim ətirimdən ətrafdakılar baxıb da bəyənsinlər, bəlkə də mən onların diqqətini çəkəm, o zaman bu kişi də günaha düşmüşdür. Yəni niyyət düzəlməlidir. Niyyət düzəlməlidir. Bundan da əlavə biz bilək ki, yəni burada ətir ətrafa yaxşı təsir etməkdir. Ətrafındakı edə biləcəklərin, yəni qadağan olunan şəxslər deyil. Ətirin ümumiyyətlə saxlanma şəraiti də şərtdir. Bu arada bəzi bu məlumatları da deyək. Çünki bəzən ətirləri düzgün yerdə saxlamırlar. Sonra ətir öz qoxusunu itirdi deyirlər. Onlardan biri misal üçün isti yerdir, rütubətli yerdir. Onlar ətirin iyini məhv edir. Yəni ətiri saxlamaq lazımdır quru yerdə. Ətirin qapağı həmişə bağlı olmalıdır. Çünki oksigenlə çox əlaqəsi olmamalıdır. Oksigenlə əlaqə oldu, ətir oradan uçur, yavaş-yavaş itir. Sonra ətirin yeri sərin olmalı və qaranlıq olmalıdır. İstəyirsənsə ətirin yaxşı qalsın, bu cürə saxlamalısan. Amma bədənə ətir vuranda, bədənin ən isti yerləri, yəni damarın dəriyə ən yaxın olan yerləri sinədir, gicgahdır, bir də ki biləklərdir. Yəni qolumuzun bükülən yerləri. Burada damarlar daha çox yaxındır dəriyə və burada istilik çox olur. İstilik çox olduğuna görə ətirin yağı hopur dəriyə və beləliklə də orada ətir iyi çox qalır. Yəni istəyirsənsə bədənində, bilmək istəyirsənsə harada ətir daha çox qalır, çox qalan yerlərdən biri sinədir və bilənkdir. Yəni buralara vuranda daha yaxşı, ətir daha çox qalır. Deməli, gicgahdır, sinədir, biləkdir bu yerlər. Və bundan sonra isə boyun arxası və qulaq arxasına da, yəni ətir oralarda da çox qalır. Yəni sanki külək onu az qovur, çünki üzbəyiz külək vurur. Yəni oralarda da biraz çox qalma ehtimalı vardır. Və bir də ki, saçını dəriyəcək fırça iki var. Başını dəriyirsən, saç fırçası, yəni şotkada. Yəni ona, birbaşa ətiri ona vurub saçı dərəmək, saqqalı dərəmək. Yəni bu da ətirin yağının daha çox dəriyə hopmasına, saçlara hopmasına səbəb olur. Dəyərli müsəlmanlar, deməli Allahın Rəsulu sallallahu aleyhi və səlləm qadınlar üçün demişdi: İzə xaracda ihtəkunnə iləl məscid fələ təqrubənnə tibən. Hədisi Zeynəb Əs-Səqəfiyyə radiyallahu anha rəvayət etmişdir. Resulullah buyurur ki, siz qadınlardan hansınız ətir məscidə gələcəksinizsə, özünüzə ətir vurmayın. Və sonra deyil, əyyümə imraatun əsabət buxuran fələ təşhəd ma'anəl işə'əl-əxirə. Rəvahu Muslim. İmam Müslim'in rəvayət etdiyi bu hədisdə isə Resulullah buyurmuşdu sallallahu aleyhi və səlləm. Hansı qadın ətir vurarsa, İşa namazına bizimlə gəlməsin. İşa namazına gəlməsin. Bu, dəyərli müsəlmanlar, fitnə fəsadın qarşısını almaq üçündür. Ətir çox gözəldir. Hətta Resulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, dünyada bəyəndiyim bir şeylərdən biri də ətirdir. Yəni, ətiri çox bəyəndim. Yəni, ətirdə hətta israf yoxdur demişdi. İsraf yoxdur nə deməkdir? Yəni, ətir vurmuşam, bəsdir, yoxdur. Veriblər, yenə vura bilərsən. Özü də geri qaytarılması qadağan olan 3 şeydən biridir. Ətir. Ətir versələr, geri qaytarma, al, vur. Süt versələr, al, iç. Dirsəklənməyə balinc versələr, al, qoy dirsəyin altına. Yəni, bu 3 şeyi qaytarmazlar. Bu zövqdür çünki. Bax, onlardan biri də ətirdir. Yəni, ətir gözəllikdir. Ətir bir cəmiyyətin mədəniyyətidir. Amma ki, həm də şeytanın silahıdır. Bunu da unutmayaq. Yəni, hərb iş,
Pul gözəldir. Pul bəzən məhv edir. Bəli, güc gözəldir. Güc bəzən məhv edir. Yəni, hər nə kontrol altında olmalıdır. Ətirdir, bəs biz nə edək? Hətta bəzən ola bilər ki, belə deyilsin. Bəs biz nə edək? Biz özümüzə ətir vurmayaq. Əlbəttə ki, qadın da məxluqdur. O da istəyir ondan pis qoxu gəlməsin. Sən çalış, sənə icazə veriləcək ətirlərdən. Yəni, elə ətir ki, yalnız bədənindən gəlir onun qoxusu. Daha onun qoxusu yayılmır. Bu cür ətirlərdən istifadə edin, dəyərli müsəlmanlar. Allah bizə cənnətin ən gözəl qoxusu olan o cənnəti ki, hətta cənnətin özü minillik məsafədən qoxusu gəlir, iyi gəlir. Elə bir gözəl məskəndir. Allah bizə, bütün müsəlmanlara hamılıqla orada birləşib, hamılıqla, dostlu düşmənli, barışıb da, sevgi ilə Allahın cənnətində o gözəl qoxularda görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.